Birinci Kültəpə yaşayış yeri. Birinci Kültəpə yaşayış yeri Azərbaycanın ən mühüm arxeoloji abidələrindən biridir. Eramızdan əvvəl 6. Birinci minilliklərin tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən qorunur. Dünya sivilizasiyasının ilkin dövrlərinin yadigarlarından olan Birinci Kültəpə abidəsi Naxçıvan Muxtar Respublikasında aşkar olunan ən qədim yaşayış məskənlərindəndir. Belə ki, son dövrlərdə aparılan araşdırmalar nəticəsində Kültəpə neolit dövrünün sonunda, eramızdan əvvəl 7-ci minilliyin sonundan başlayaraq yaşayışın olduğuna dair təksib edilməz faktlar aşkarlanıb. Kültəpə abidəsi Babeş rayonu ərazisində Naxçıvan çayının sol sahilindəki eyni adlı kənd 1,5 hektara yaxın bir ərazini əhatə etməklə 22,2 metr qalınlığında mədəni təbəqəsi olan yüksək bir təpədə yerləşir. 1951-ci ildə Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloji ekspedisiyası Osman Həbibullayevin rəhbərliyi ilə Birinci Kültəpə sistemli tədqiqat işlərinə başlanılıb. Ümumiyyətlə, Kültəpə stenoqrafiyasına görə Enolit, Erkən Tunc, Orta Tunc və Son Tunc dövrlərini əhatə edən çox nadir abidələrdən biridir. Neolit təbəqəsində aparılan tədqiqatlar zamanı 5 tikinti qatı aşkar olunmuşdur. 3-cü tikinti qatında aşkar olunan evlər dördkünc formalıdır. Enolit dövründə tikintilər əsasən dairəvi formada, çay daşları və möhrə ilə inşa edilmişdir. Kültəpənin Enolit dövrünün gilqablarının əksəriyyəti enli ağızlı və yastı oturacaqlıdır. Birinci Kültəpənin ikinci təbəqəsi ilk Tunc dövrünə aiddir. Bu təbəqənin qalınlığı 9,5 metr olub. Abidənin üzərində 3,5, 4, 5, 12, 3, 13 metr dərinlikdə yerləşir. Bu təbəqədən Küraras mədəniyyətinə aid müxtəlif maddi mədəniyyət nümunələri aşkar edilmişdir. Küraras mədəniyyəti üçün xarakterik olan tapıntıların əksəriyyəti gil məmulatından ibarətdir. İkinci Kültəpənin üçüncü təbəqəsi isə Orta Tunc dövrünə aiddir. Burada çiy kərpicdən hörülmüş, dördkünc formalı evlərə məxsus divar qalıqları, monoxrom və poloxrom gil qablar, daş alətlər və yalnız bir ədəd tunc əşya tapılmışdır. Bu əşyalar Naxçıvan Dövlət Tarix Muzeyində qorunub eksponat kimi saxlanılır. Arxeoloji qazıntıların ətrafında isə kəndə aid qədim məscid fəaliyyət göstərir.